1961-ci ildə psixoloq Stanley Milgram qorxulu bir sual verdi. Adi insanlar sadəcə əmr verildi deyə başqasına zərər verərmi? Təcrübədə iştirakçılara deyildi ki, səhv cavaba görə qarşı tərəfə elektrik şoku versinlər. Əslində şok yox idi, amma iştirakçılar bunu bilmirdi. Ağrılı qışqırıqlara baxmayaraq, insanların 65%-i ölümcül sayılan səviyyəyə qədər davam etdi. Cloud, horse, rock, house. Answer. Wrong. 150 volts. Answer, horse. Experiment, that's all. Get me out of here. Get me out of here, please. Nə üçün? Çünki beyin məsuliyyəti öz üzərindən atır. Mən yox, əmr verən cavabdehdir. Bu, avtoritet effekti adlanır. İnsan vicdanı yox olmur, sadəcə susturulur. Bu təcrübə bir şeyi göstərdi. Təhlükə pis insanlarda yox, kör-köranə itaətdədir.